Vaxt getdi. Göz. Göz. Doğru. Onu hissini hissedir. Ne söylüyor bu? Yani maraqlı diye suallar. Ben deyim ama sadece yaraşdım. Əlqərdə heyvan. Bu heyvanın burnu ördək burnuna bənzər. Qiymətli xəzi var. Əvvəllər xəzinə görə ovlanırdı. Yumurta qoymaqla çoxalır. Lakin məməllər sirrinə aid olmur. Vaxt getdi. Getdi. Siz ördək qurun. Ben orada da bu ördeğin çok. Heç axşır heyvan. Dəvə, spağa, vaxt getdi. Sürikatlar. Diğer sual dinleyin ve bu sualdı. Sual tutarından ilk sözünden sonra kaldırıyor. O öz kürsünü qayğısını çəkir və mağaranı tərk edir. Çürlərin qaldığı mağaraların yuxarısında yerləşdirib, digər iri su heyvanlarından qoruyur. O çürlərdən yeni fərdlərin çıxması üçün o qədər fədakarlıq edir ki, yeni fərd çıxdıqda mağaradan kənarlaşmağa gücü qalmır və tələf olur. Beləliklə balaların böyüməsini görməsə də, belə çürlərin qayğısını çox böyük məhəbbətlə çəkir. Variantlar: çay xərçəngi, skat, 8 ayaq. Vaxt getdi. 8 ayaq. Onların tezahürü. Böyle gelin sual. Dəvə quşu. Vaxt getdi. Getdi al. Dəvə quşu. Mən bir nəfər baxsın. Bir nəfər qaldı. Bak getir gelemiş kaldı. Evet. Ben müsait. Suallarımız burada yani həll olundu. İndi müəllimlərdən soruşması. Bu iki yedilərdə. Ben niye göre deyə bilmirəm? Mən çünki valideynəm bu sinifdə oxuyarım Nihat'da. Ona göre mən deyə bilmirəm. İstəyirəm ki, siz deyin. Yok, tabii ki fərqlənən oldu. Ben iradım oydu ki, gerek orada aparıcı Nihat olmayaydı. Başka sınıfın Bu layihədir. Bu layihədir. Yəni şagird tərəfindən təqdimatlardır. Və şagirdlər həm bizim oyunu mən interaktiv oyun, yəni blog vasitəsilə yerləşdirirəm. Onlar da slaytda özlərinin yəni oyunla dərslərini öyrəndiyinə görə bu cür oyunla biliklərini möhkəmləndirməlidir. Mən belə gəlir ki, 7 aydır qalib. Gəlin adları az fərqlər olsa da 7 ay. az fərq oldu. O Siz suallardan deyir ki, bizə hansı suallar şeydir? Mən bilirdim amma demədim. yəni Ben inanırsam demezsin. yox, biz də inanırıq. Yok, ben ona inanırım ki sen demezsin. Sen tanıdın. Və beləliklə Sadece mən sen sual vereyim, avtomatik o sınıfda baksan. Senden nasıl duyuyor? Şimdi sen o sınıfın nümayəndəsin. 7 beyni onda anı qalib elan edirik. 7 beyni də fərqləndiyinə görə fərqlənən diplomlar var ki, mən onu istəyərdim ki, 6'lar təqdim olunsun, 7'lərinki hazır olunana qədər. Çünki 6'lar da burada çox əziyyət çəkdilər. 6 beydən də yəni biz bu şagirdləri qalib kimi getirir. Altı beynin qaliblərinə Emilia, Fatimə, Əsmər, Xədicə, Xeydağa, Nicat, Sevilin yoxdur, qalib. Bunlar getirir. Evet. İşte fermanlar, Qasımzadə Elnarə.
İbrahim. Yəni Təbrik Fərmanda Aslan Eminov adına 7 saylı orta məktəbin 6-7-ci siniflər üzrə biologiya fənninə keçirilən Viktorin adlı tədbirdə yaxşı oyun nümayiş etdirdiklərinə görə təltif olunur. Bəli, ona görə də Ülker, yəni daha bu oyunlar düşünürəm ki, hər kəsə Ümbər, Miralim, Kərimli Bəhram, Kumar, Antalya, Kumar, Xədicə, Miramin, Məhbudə, Səfər, Leylan. Burada Vüsal Bəlzadə, yəni fərqli diplom alırlar bunlar. Elton Ağazadə ki, burada diplom İmişli Şəhər Aslan Eminov adına 7 saylı orta məktəbin 6-7-ci siniflər arasında keçirilən tədbirdə qalib gəldiyinə görə təltif olunur bunlar. Ayan Şadinskə, Raya, Nərgiz, Qurbani Emil, Ləman Əmirova Arzu və Yaqublu Aytən. Bu siniflərdə ondan da yaxşı oyun təşkil edildiyinə görə Abışova Ayşad, İsmailli Nərminə, Səyəba Kamilla, təbrik edirəm. Sadıqlı Əziz, təbrik edirəm. Kasımova, Kasımov Şahid, Əsəvli Şəbnəm, Rəliyev Şəya, Firuzə Ağayeva və Oruç. Qudiyev Oruç. Təbii ki, burada da məktəb rəhbərliyi. İmişli Şəhər Aslan Eminov adına 7 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Bəlzadə Nihat Xalidoğlu tərəfindən keçirilən Viktorina adlı tədbirinə görə məktəb rəhbərliyi adından təsib edilən sertifikat var. Bunda bizim məktəb rəhbərliyi Hörmətli iştirakçılar, sevimli şagirdlər. Sizin hamınız şahid oldunuz ki, Xalid burada çox aktiv iştirak eləyərək Nihat Xalidoğlu bax, məktəbimizin fəxri fərmanıyla təltif olunur. Gəlin sizdən bir yerdə Nihatı təbrik eləyək. Mən arzu eləyərdim ki, hər biriniz bax, aktiv, gözəl, bu oyunun iştirakçılarına çevriləsiniz. Gələcəkdə də başqa fənlər üzrə də keçirilən Viktorinada daha da fəal iştirak edəsiniz. Sizin hər birinizə müvəffəqiyyətlər, uğurlar arzulayıram. Bu oyunun təşkilində bizim məktəbin müəlliməsi, Leyli müəllimənin də əməyi böyükdür. Mən məktəb rəhbərliyi adından, şəxsən öz adımdan müəlliməyə də təşəkkür edirəm. Yeni nailiyyətlər arzulayıram. Bundan da yüksək, bundan da daha da şanlı, şöhrətli təltiflərə layiq görülsün. Bir daha müəllimə sizi, o cümlədən sizin bax, bu səviyyədə təşkil etdiyiniz bu qrupu alqışlayıram. Hamınız sağ olun. Başla. Beləliklə, mən gecəni bitirirəm və hər kəsə öz təşəkkürlərimi bildirirəm. Gəldik.